Ulusun zəngi şeyə ki, Sargona qaqa üsyanlar baş verib gəl mənə kömək et. Buna kimə səfərşir? Kimin beyni sönür? Əlbəttə ki, Sargon. Beyin sönür və eramızdan əvvəl 712 sən kimsən ki? Sən mənlə yuvadan çıxsan, mən sənin arkadaşın olar, dostun olar, gelirsən sən Urartudan kömək alırsan. Yəni sonradan anlaşmalar olur. Onun kimi Akşev da başlayır belə hegemoniya eləməyə, müstəqil xarici siyasət. Bunlar da kimlərdir? Bunlar da türklərdir. Türklərin, yəni bizlərin ömür boyu işi peşəsi nə olub? Dalaşmaq, yumruq təpiq. Xalqı saxlamaq olar heç. Xalq başlayır üsyan qaldırmağa ki, salam əziz tarix sevərlər, mən Fərzəli müəllim, Tarix FM kanalına xoş gəlmişsiniz. Bugünkü mövzumuz Mannadır. Manna haqqında ilk məlumatlar eramızdan əvvəl 9-cu əsrdə verilmişdir. Assur mənbələrində 3-cü Salmansarın kitabəsində. Və o qeyd edir ki, eradan əvvəl 829-cu ildə Manna ərazisinə öz sərkərdəsini hücuma yollamışdı. Və bu zaman Mannanın hökmdarı Udaki'dir. Sizə desələr ki, Mannanın ilk hökmdarı Udaki'dir, bu yanlış olar. Çünki Mannanın birinci hökmdarını, ilk hökmdarını biz bilmirik. Və ondan sonra davam edək. Deməli, Mannada eramızdan əvvəl 8-ci əsrdən etibarən hakimiyyət irsən keçməyə başlayır. İrsən keçməyə və eynən də 8-ci əsrdə mərkəzləşdirilmiş dövlət yaradılır. Ümumiyyətlə, Mannanın paytaxtı İzurtu şəhəridir. İzurtu şəhəri padişahlar şəhəri adlandırırlar. Deməli, biz keçirik birinci kimi. Mannanın ən güclü hökmdarlarından biri İranzu. Yazdıq bura İranzu. İranzu hakimiyyətdə olub eramızdan əvvəl 740-719-cu illərdə. O hakimiyyətə gələndə deməli, onun qabağında məqsəd var idi ki, Manna bütün vilayətlərini birləşdirmək istəyirdi. Və ona görə də eradan əvvəl 735-ci ildə Assur dövlətinə kömək edir. Kimə qarşı? Urartuya qarşı. Assur. Deməli, ümumiyyətlə uşaqlar, yadınızda saxlayın. Mannanın dostu, arkadaşı Assurdur, Mannanın düşməni də Urartudur. Assura kömək eləyir və İranzunun Assura kömək eləməsi ilə Assur qalib gəlir və Urartuda olan torpaqlarını Manna geri qaytarır. İranzunun dövründə yaranır canişinlik sistemi. Canişinlik sistemi yəni, ümumiyyətlə canişin nədir? Canişin vilayət hakimi deməkdir. Canişinlik sistemi yaradır və mərkəzləşdirilmiş dövlət yaradır. Canişinlər buna tabi idi, yəni bir mərkəzə tabi idi. Və Urartuda nə edirdi? Urartuda bu canişinlərə hədiyyələr falan verməklə onu İranzuya qarşı qaldırmaq istəyirdi. Və ona görə də eramızdan əvvəl 719-cu ildə Urartu hökmdarının təhriki ilə Şuhandahul və Durdukka. Şuhandahul və Durdukkada durduq yerə üsyanlar baş verir və deməli bu üsyanları kim yatırır? Assur hökmdarı 2-ci Sargon. 2-ci Sargon ittifaqa sadıq qalır və gəlir bu üsyanları yatırır. Ondan sonra hakimiyyətə gəlir İranzudan sonra hakimiyyətə gəlir Azəmi. Azan hakimiyyəti çox az müddət çəkir. Onun hakimiyyəti 718-716-cı illərdə olub eramızdan əvvəl. Və bayaq sizə dedim ki, Urartu hökmdarı 1-ci Ulusa Mannanın canişinlərinə pul verərək öz tərəfinə çəkirdi və üsyana qaldırırdı. Və yenidən belə bir üsyanın birində eradan əvvəl 716-cı ildə Səhəng dağı yaxınlığında döyüş olur. Digər adı Uaşiş döyüşüdür. Ola bilər adını səhv deyə bilərəm, amma narahat olun. Yəni tək bir adam onun adını düz deyir. Uaşiş da ola bilər. Bu общем, Uaşiş döyüşündə Azanı öz canişini tərəfindən öldürülür və hakimiyyətə gəlir. Kim? Hakimiyyətə gəlir Ulusunu nə iş görür? Ulusun hakimiyyətə gəlir. Hakimiyyətə gələndə
bir müddət Urartu meyilli siyasət yürüdür. Nəyə görə? Çünki Ulusun hakimiyyətə gəlir və Urartu tərəfdarları bunu sıxışdırır. Sıxışdırdığına görə bu 22 dənə Manna qalasını verir kimə? Urartuya, birinci Rusiyaya. Buna kimə səbləşir? Kimin beyni sönür? Əlbəttə ki, Sargonun. Ki, sən kimsən ki, sən mənlə ittifaqdan çıxsan, mən sənin arkadaşın ola, dostun ola, gelirsən sən Urartudan kömək alasan. Ona görə Sargonun beyni sönür. Beyin sönür və eramızdan əvvəl 716-cı ildə hücum eləyir Mannaya. Və gəlir, deməli, paytaxt tarixdə İzurtu. İzurtunu dağıdır. İzurtunu dağıdır, Ulusunu da qaça-qaça gəlir ki, əmi bağışda qələt eləmişəm. Və gəlir nə iş görür? Gəlir, İzurtunu dağıdandan sonra Ulusunu gəlir buna yalvarır ki, bəs qələt eləmişəm, məni hakim kimi tanı, söz verirəm, sən ittifaqdan çıxmayacam. Sən böyülük səndə qalsın. Assur hökümdarı 2-ci Sargon bir aşağı baxır, bir yuxarı baxır, deyir, hə, okey, səni Manna hökümdarı kimi tanıyıram. Və gedir. Ondan sonra eramızdan əvvəl 715-ci ildə yenə Urartunun təhlükü ilə yenə üsyanlar baş verir və Sargon Ulusunu zəng edir ki, Sargona üsyanlar baş verib, gəl mənə kömək elə. Bu da deyir ki, baş üsyan. Və 715-ci ildə gəlir, üsyançıları məğlub edir və yenidən həmin vilayətləri Mannaya birləşdirir. Ondan sonra eramızdan əvvəl 714-cü ildə Sargonun yürüyüşü olur. Bu yürüyüşə deyirlər böyük yürüyüş. Nəyə görə yürüyüş eləmişdir? Ümumiyyətlə bunun 3 dənə məqsədi vardı Sargon əminin. Deyirdi ki, Mannanın Urartunun təcavüzündən bir də hamını qorumaq. Sonra Assuriyanın Manna, Midiya, ümumiyyətlə bu ərazilərdə olan hegemoniyasını təmin eləmək, yəni rolunu qaldırmaq və bu ərazilərdən gələn xəracın daimliyini təmin eləmək. Gəlir Ulusunun yanına. Və bunlar arasında bir müqavilə imzalanır. Adı da Sirdakka müqaviləsidir. Nəysə, Sirdakka müqaviləsi bunlar imzalayırlar. Müqavilənin şərtləri o idi ki, Ulusunlu xərac verməlidir, pul verməlidir, yəni şirinlik. Şirinlik verməlidir Ulusunluya. Bu da nə etməlidir? Urartuda olan torpaqları alıb təzədən gətirib verməlidir Mannaya, yəni Ulusunluya. Hücum eləyir birinci Rusanın üzərinə Sargon. Qalib gəlir, Rusa da orada dayana bilmir, onu belə deyək, qıryət bir tərəfdən öldürür, tabancanı qoyur alnına, özünü öldürür. İndi o vaxt tabanca yox idi, zarafat edirəm. Amma özünü öldürür, yəni suiqəst intihar eləyərək ölür. İntihar eləyərək ölür və bundan sonra yenidən bu Assurla Mannanın arkadaşlığı davam edir. Gəl zaman, get zaman hakimiyyətə gəlir kim? Ahşeri əmi. Ahşeri gəlir hakimiyyətə. Ahşerinin dövründə, yəni Ahşerin hakimiyyətləri ümumiyyətlə eramızdan əvvəl 675-650-ci illərdədir. Ahşerin hakimiyyəti dövründə onun dövlətin ərazisinə məskunlaşır kimlər? Kimmer, İskit və Sak tayfaları. Bunlar da kimlərdir? Bunlar da türklərdir. Türklərin, yəni bizlərin ömür boyu işi peşəsi nə olub? Dalaşmaq, yumruq təpik. Nəysə, sözümü canım. Sözümü canım ondan ibarətdir ki, məskunlaşır və nəticədə nə olur? Mannanın hərbi gücü artır. Hərbi gücü artır, o da deyir ki, belə deyək də, biraz o pullaşan adamlar olur, belə özünü tanımayan da, yəni sonradan pullaşan adamlar olur. Onun kimi Ahşeri də başlayır belə hegemoniyalıq eləməyə, müstəqil xarici siyasət yeritməyə. Ahşeri belə eləyir, hətta deyir ki, Midiyada Assurlara qarşı üsyan baş verir, gedir, o üsyana kömək eləyir. Hətta Assurun torpaqlarına hücum eləyir, İskitlərlə ittifaq bağlayır, yəni müstəqil xarici siyasət yeridir. Başına döndüyüm Aşşurbanipal, yəni Assur hökümdarı nə iş görür? O da, deməli, eramızdan əvvəl 650-ci ildə birinci ağlı siyasət yürüdür. İskitlərin bir tərəfliyinə nail olur. Deyir, qaqa, sən dur qıraqda. Narahat olma, mən həll edəcəm. 650-ci ildə hücum eləyir Mannaya və gəlir nə iş görür? İzurtunu dağıdır. İzurtunu dağıdır. Deməli, İzurtunu dağıdır, əhalinin bir hissəsini
qul kimi aparır, mal-qaranı götürüb aparır. Xalqı saxlamaq olar heç. Xalq başlayır üsyan qaldırmağa ki, sən niyə getdin, müstəqil siyasət yeritdin ki, az sonra gəldi bizi burada şürküt elədi. Sözümü canım. Bunlar və üsyan qalxır. Yəni 650-ci ildə də üsyan qalxır və Ahşerini üsyançılar öldürür. Və uşaqlar, yadınızda saxlayın. Həmişə bunu demin suallarında, test kitabçalarında, qəbul imtahanında görə bilərsiniz. Ahşeri deyəcəklər ki, Ahşerini Aşurbanipal öldürüb. Xeyr, belə bir şey yoxdur. Ahşerini Aşurbanipal öldürmür. Ahşeri üsyan nəticəsində ölür. Və sizə deyə bilərlər ki, eramızdan əvvəl 716 və eramızdan əvvəl 650-ci illərin oxşar cəhəti nədir? Assurun hücum eləməyi və İzurdu şəhərinin dağıdılması. Və hakimiyyətə gəlir kim? Hakimiyyətə gəlir Uəlli. Uəlli yazıq gəlir ki, bəs paytaxt xaraba qalıbdır, yəni vəziyyət yaxşı deyil və nə edir? Assurla ittifaqı bərpa edir. Assur ittifaq. Assurla ittifaqı bərpa edir və qeyd eləmək istəyirəm nəyi? Uəllinin hakimiyyət illəri eradan əvvəl 650-630'dur. İndi oradan bir nəfər ağıllı çıxıb deyəcək ki, müəllim, Mannanın sonuncu hökmdarı Uəllidir. Uəlli deyil. Belə bir şey yoxdur baba. Yadınızdan çıxardın. Çünki Manna dövləti süqut eləyir. Eramızdan əvvəl 590-cı ildə Midiya tərəfindən süqut elətdirilir. Uəlli isə 630-cu ilə qədər hakimiyyətdə olub. Necə ki dedim ki, Udaki birinci hökmdar deyil, Uəlli də sonuncu hökmdar deyil. Çünki 630-a qədər hakimiyyətdə olub, yəni ondan sonra 40 il Manna dövləti mövcud olub. Və belə ki, Azərbaycanın cənubunda yaranan ilk dövlət süqut eləyir. Bəzən abituriyentlər Azərbaycanın şimalı ilə cənubunu ayıra bilmirlər. Uşaqlar, necə ayırmalısınız? Bax, İrəvan, Naxçıvan, Dərbənd istisna olmaqla hara ki oturub maşınla gedə bilirsinizsə, bu şimaldır. Məsələn, oturub maşınla Qəbələyə gedə bilirsiniz, Gəncəyə gedə bilirsiniz, yəni sərhəd keçmədən də. Bu ərazilər şimaldır. Oturub Təbrizə, Marağaya, Qazakaya gedə bilmirik ki. Deməli, bu cənubdur. Aydın oldu? Həsə, bunda sizə deyirəm, amma heç kimə deməyin uşaqlar. Ondan sonra keçdik nəyə? Mannanın mədəniyyətinə. Mədəniyyət. Mannada nə var idi? Mannada çoxallahlılığı var idi. Çoxallahlılıq. Əslində çoxallahlılıq belə yazılmır. Allah sözü burada bazı yazılır. Nəysə. Bu option. Çoxallahlılıq var idi və burada istifadə edirdilər. Nədən? Hieroglifdən. Hieroglifdən istifadə edib kimlər? Hieroglifdən istifadə edib Misirlilər eradan əvvəl 4-cü minillikdə, Mannalılar 1-ci minillikdə, Çinlilər 2-ci minillikdə və bunu da elə belə yadınıza saxlayın, deyirəm sizə, Amerika xalqları, Mayalıların da özünə uyğun hierogliflər olub. Ondan sonra keçdik nəyə? Və deyir ki, Mannalılar ümumiyyətlə bu dövlət qurumları olan vaxtında Mixi yazı ilə tanış idilər. Amma öz yazıları hieroglifdir. Və burada var idi, məsəl üçün, dirilik ağacı bunlara aiddir. Sonra atları ilə məşğul olan vilayətləri bunların Subidir. Ən böyük vilayəti Zamoadır və Zamoa vilayətinin hakimlərinin köməyi ilə Manna birləşdirilib. Ondan sonra nə deyə bilərəm sizə? Deməli, burada var idi, əvvəl kitablarda biraz başqa idi, yeni kitablarda 2025-2026-cı nəşrdə biraz dəyişdirilib. Deməli, əvvəl biz keçirdik ki, Həsənəlidə var idi qızıl cam tapılmışdı buradan, qızıl cam və üzərində var idi nə? Allahların şəkli. Allahların şəkilləri var idi. Sonra bir də var idi Ziviyədə də əvvəl gümüş sini idi. Ziviyə. Burada var idi gümüş sini. Gümüş sininin üzərində isə gümüş sini. Gümüş sinin üzərində isə var idi hierogliflər. Amma yeni tapılan belə deyək, burada cama əsasən Ziviyədə də qızıl cam tapılıb ki, onun da üzərində dirilik ağacı vardı. Bir də qanadlı öküzlər var idi. Yəni şirin öküzlər. Məsələt edirəm. Bu option belə.
Manna ilə deyə biləcəyim şeylər bura qədərdir. Deyə bilmədiklərim də kitabda var, yəni yadımdan çıxanlarda. Deməli, dərslərə qoşulmaq üçün uşaqlar, həm əyani, həm də onlayn tədris mövcuddur. Onlayn tədrisə Azərbaycan istənilən yerlə qoşula bilərsiniz. Hər dəfə də lövhənin qarşısına dərs verirəm bu arada. Əyani isə Nərimanov metrosunun yaxınlığında tədris edirəm. Deməli, 051 415 81 90 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.